Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. 235-ci Cəhalət mühəndisində qələbəni başlayırıq. Allaha minnət və şükür olsun ki, bu günü də bizə qismət elədi, pay verdi və görək ki, payımıza türklər yaratdığı uyğarlıqlardan, təməddünlərdən, özəlliklə dil və yazı uyğarlıq təməddünlərindən iki dənədirlər. Çünki bunlar ayrı-ayrıdırlar. Hansısı bizim şansımıza bugün çıxacaqdır ki, oxuyaq və türk dünyasının yazdığı düşüncələrin anlayışlar atdığı atmosferdən, hal-ı həvadan çıxıb öz millətimizin düşüncələrin içinə girəcəyik. Gedək görək ki, bu günləri hansı gözəlliklə qarşı-qarşıya duracağıq. Dünənləri iki kitab açmışdıq. Biri 3 vayl Qaşqarlıdan, ya 3 kitab Qaşqarlıdan ki, oxuya bilmədik, savadımız çatmadı. Sonra İlahi Məcmuəsindən bir çox səhifələri oxumağa başladıq. İlahi səhifə dedik ki, 1226-da yazılıbdır Məhərrəmin 12-sində. Və o da çoxlu şairlərdən yazılmış şeirlərdir. Bu kitabın bir fərqi vardı. Bunu əlbəttə deyim ki, dərvişlər oxurmuşlar bu şeirləri. Xanqahlarında dua edərkən bunları amma bunların üstünə havasını da yazıblar. Məsələn, hangi dəstgahda bunu oxumaq olar? Mən ki, o dəstgahları bilmirəm, ona görə ondan da xəbərim yoxdur. Burada bir kitab, fikirəm bunu öncədən danışmışıq, amma nə mənə üçündür, növbə buna yetişir, buna bir baxaq. Tarix vəfatı İmam Əbu Hamid Məhəmməd Qəzzali. Bunun tarixini burada yazır. 505 Nəsibi Hüccətül İslam əzin səray 5 həyat 5 4 məmat 505 məmat həyat 5 4 54 yəni 554 450 belə nəzərə gəlir və məmat 505 505-də də məmatıdır. Əbu Hamid Məhəmməd Qəzzali türk dünyasının və İslam dünyasının ən böyük filsuflarından biridir. Və bu filsufun fikri o qədər güclü idi ki, bundan sonra deyirlər İslam dünyasında fəlsəfə yatdı. Amma o özü bir fəlsəfə düşüncəsi idi. Nədən ona cavab verməyə çalışmaq yerinə gəldilər, öldülər. Məncə bunu yetişdirdirlər. Çünki İslam dünyasında bunun kitabı nə qədər yayıla bilərdi ki, o qədər təsir qoyar. Bəlkə mənim nəzərimdə İslam dünyanın hər yerində özəlliklə düşüncə sahibləri o zaman ki, siyasətə düşüncələri getməsə, o dərin təsiri qoymaz. Yəni, mən belə düşünürəm. Siyasətdə olan dinin hərəkətin, dinin cəhətin ya dinsizliğin cəhətin aşkar edir. Mənə belə gəlir ki, o zamanlarda türk dünyasında özəlliklə İslam dünyasında siyasət başında olanlar, liderlər bu bir növ düşüncəyə qarışmışlar ki, yəni girmişlər ki, o düşüncədə dindən bir baxışı anlatdırmışdılar onlara ki, onlar ayrı düşüncələri qəbul eləmirdilər. Bu iki yığaq filsufun başına məncə bu doğru deyil. Mən belə düşünürəm. Tarixi vəfatı Əbu Nəcib Söhrəvərdi. Bu da Söhrəvərdi. Əcəba bu Söhrəvərdi, o Nəcib Söhrəvərdi kimdir? Bunu ChatGPT-dən soruşaq şeylər. Buna görə bir düşüncəsi var mıdır bizə? Əbu Nəcib Söhrəvərdi. Bunu əvvəl Əbu Nəcib Söhrəvərdi. Bu kimdir? Əbu Nəcib Söhrəvərdi. Ziyaüddin Əbu Nəcib Əbdülqahir ibn Əbdullah Söhrəvərdi az namdərdən arfan və şuyux təsəvvüf dərsədə 6 Hicri
təvəllüd 489-da və şəhri Söhrəvər در Əraq Əcəm Kürdistan imruzi yazıblar. Əraq Əcəm Kürdistana rəbti yoxdur. Söhrəvərdir də orada deyil. Yəni mən bildiyim, yəni necə Əraq Əcəm Kürdistan imruzi. Vəfat illa ki deyək Əraq Əcəm dediklər çox böyük bir yer imiş. Məsələn əyalət imiş. O halda ki biz Əraq zadı bilirik da, yəni bunları tutur. Vəfat 563-cü ildə Bəğdadda məzhəbi Şafii imiş. Bunyangüzar silsile Sufyani Suhreverdiye در فقه از امام الحرمین جوینی بهره برد. در تصوف احمد غزالی و دیگر مشایخ عصر şagirdان mühüm آثار mühümü. Bunun آثارına baxaq şöyle hancısıdır. ابوالنجیب و چهره‌های بسیار زاهد ساکت و اهل مراقبت بود. کتاب مستقلی به او منتسب نیست. پس bu o Söhrəvərdi ki deyirik, bu o deyil. Bu başqa bir Söhrəvərdidir. Tamam. Ariflərin hər halda bilmirəm bunları oxuyaq ya yox. Bunlar böyük insanların tarixini burada yazıbdır. Tarix vəfatı Şeyx Abdülqadir Cilani ya Ceylani ya Cilani 561-də. Tarix vəfatı Mühyiddin İbn Ərəbi 638-də. Diqqət buyursanız bu illərə. Bu illərdə heç olmasa hər neçə ildən bir dənə düşüncə zabı çıxıb ortaya. Diqqət buyurun. 505, 563 bir 60 il arı ilə deyək ki, 58 il arı ilə bir ayrısı vəfat eləyibdir. Yəni o zamanları gəlir bir-birlərinə dəngi gəlir. Yəni Əbu Hamid Məhəmməd Qəzzali dirikən Əbu Nəcib də diridir. Var yəni. Şeyx Abdülqadir də diridir. Yəni ola bilən bunların tarixləri bir-birinə yer. Bir tarixdə görürük ki, baxın yenə də tarix vəfat Mühyiddin Ərəbi üstə demişdi, amma yenə burada da deyir ki, tarixi Mühyiddin Ərəbi yox, burada indi deyir, biz orada oxumuşuq. Mühyiddin Ərəbi 638, yəni gəlir elə 100 il bir fasilə ilə görürük ki, var. Bu, yəni bir nəslin içində görürük bunları. Tarix vəfatı Cəlaləddin Rumi Məhəmməd Bəlxi Əl-Məruf Bemallah Xünkar. Bu da 672-ci ildə görürük. Tarixi vəfatı Seyyidi Əhmədi Bədəvi 675. Tarix vəfatı İshaq ibn Cəbrəil Şəhir və Şeyxi Səfiyyə Ərdəbili. Şeyx Səfiyyə Ərdəbili 735. Baxsaz görürsünüz ki, bu tarixlər yəni bu tarixlərdə bir də düşüncəli insanlar yetişilirmiş. Vəfatı Davud ibn Nəsri Tai Zahid Küfə 162. Zahirən bu 162 buna görə olur ki, mini gərək gətirək bunun dibinə. Əgər beləsi görsək, görək ki, vəfatı Rabi'ə Ədviyyə Zahidi Bəsrə 180. Vəfatı Zunnun Misri 245. Ehtimalən bu tarix buradan biraz getdi dalıya, əskilərə getdi. 162, mən deyirəm, mən 1000 gərək gətirək, amma burada görürəm ki, gedib elə dalıya, baxaq görək. Tarix vəfatı Şeyx Fərididdin Əttar. Şeyx Əttar ennə Fərid Ruzicar. Şeyx Fəttar ennə Fərid Ruzicar. Fərşid Şahan Şahənşah Fəqr. Gəriş Murşidi Şahan Şahənşah Fəqr. Sal ömrün جامع آمد سال عمرش جامع آمد زانچه بود جامع اسرار و وحدت شاه فقر شد شهید راه فقران رهنما سال تاریخش burada da əlbəttə bir dənə görürəm 680. Aha, tarix vəfat Şeyx Sədriddin Məhəmməd ibn İshaq Qunəvi. Bununki 671-dir. Ayrı yazıblar burada. Və çox cəlibdir bunlar. Görsədir ki, biz tarixdə böyük insanlar var imiş. Bu da
buradan çıxır 581. Tarix vəfat Müslihiddin Şirazi el-Ma'ruf Şeyx Sədi. Şeyx Sədinin də yazıblar 691-ci ildə vəfatı. Xas ədədi ilə, xas ədəd yazıla deyə oradan çıxadıblar 691-cində. چو در خاک musalla دفن کردند bu tarix o xaک musalla. Bu da kimdir? 791. Bu hərçi dəfat məruf Kərxi Fədəq Əl-Məşayix 200. Vəfat Bayezid Bəstami Qəddəsə Sirruh. Bu da Arifin 261. İhtimalən biraz bunda qatışdırıram mən, bilmirəm ki hansıdır. Vəfati Seyyid Burhaneddin İbrahim ibn Əbi Mucid Abdülaziz Məcd Əbulməcd Abdülaziz Əl-Həsəniyyə Dəssuqi Rizvanullah əleyh 679. Təriqə-i Şə'biyyə Kəbir nəmənə Şadiliyyə. Burada vardı vəfat Cüneyd Bəğdadi Sultan Arifin 298. Yox, elə bunları gərək 1000 tutmayaq, o cürsü tutaq. Vəfat Əhməd ibn Muhammed Əl-Ma'ruf bi Babil Hüseyn Əl-Nuri 295. Tarix vəfat Qutbuddin Məhəmməd Şirazi 710. Yaz bunun cəlibdir. Qutb fələk vücud an can cahan çun qutb fələk zedidha گشت نهان در 710 هجرت است اندر تبریز یک شنبه هفدهم ز ماه رمضان. هفدهم 17'si هفدهم ماه رمضان. Tarix Təbrizdə. Tarix vəfatı İzamüddin در Səmərqənd 944 əgər 43 ya da. Tarix vəfatı Sədiddin Məsudi Təftazani در Sərəxs. Bu da 792. Tarix vəfatı Allamə Seyyid Şərif Cürcani 816. Tarix vəfatı Muhammed Şəhir be Mulla Fənari در تاریخ جنت الفردوس 834. وفات محمد ابن اسماعیل بخاری قدس الله بلسه بشه الخفاده در عید فطر 256. وفات امام احمد قدوری از شبار حنفیه و از شیوخ الرئیس ابو علی حسین ابن عبدالله ابن سینا. عجب. Şeyx Əbu Ali Sinanın şeyxiymiş. 428-də. Tarix vəfatı İbn Sina budur. Yazıb ki, Hüccət-ül Haqq bu Ali Sina, bunu bir ayrı gündə oxumuşduq kitabda. Vəfatı İmam Abdülqahir ibn Abdurrahman Cürcani 471. Hər halda burada böyük bir insanları, bu cür bir tarixlər dostlar bizə bunu göstərirlər ki, məsələn, tarixdə bizim illər arasında neçə dənə böyük insanımız var idi, onu bizə göstərir, onunla tanış oluruq. Gedək kitablardan görək bu gün kitab hangisi açılır? Nəhv-i Dəstur-i Zəban-ı Türki. Bunu fikirdən görmüşük kitabı, bir də azaldım, bunu bir görək burada. Dostlar, yazıblar ki, bunun 41 səhifəsi var. Baxaq görək ki, necədir. Kitabı gördüyünüz kimi cildi kitab deyil, çift kimidir. Məclisi Şurayı İslahi, Məclisi Şurayı Milli dedikləri yerdə bu kitabxana saxlanır, kitab saxlanır. Kitabın ağzını açıbdır.
kifin ağzını açıbdır. Kitabxana Məclis Şurayı İslami 834-cü nömrəsi ilə. Bu da yenə bir ayrı şəkildir. Burada şu nömrəsini göstərir. Döktürmə Mübin Fəttahdır ya Muin Fəttah. Belə bir adı vardı. Be Türki, be Farsi. Fikir edirəm bunu oxumuşuq bir dəfə. Nəhv Türki, Dəstuzəban Farsi, be Türki və Süleyman İbrahim. Vəhəbi, Nəhv Dəstur Zəban Türki, Vəhəbi Süleyman İbrahim yazıbdır bunu. Fikir edirəm bundan tanış olmuşuq bu kitabla. Mənə çox tanış gəldi bunun həm qiyafəsi, həm ölçüsü, Məclisi Sina. Bəli, bunu oxumuşuq. Mən beləsi düşünürəm, amma burada ikinci səhifəyə baxırıq, görürük ki, bu kitab dövrələrinə çox bir gözəl yazı ilə yazılıb. Əvvəl bunu şeyək, sonra bəzi qırmızılar görürük. Nəzərə gəlir ki, bu yenə də şeydə bundan belə ki, yarımçılıqdır, yəni o Osmanlıda yazılar fərqli yazılırlar, amma bu yəni nəqqaşisi, əvvəl səfənin nəqqaşisi bir dana da bundan izafi olur, amma üst-üstə o göyə gedən qisməti və günbəz qismətinin içindəki güllər Osmanlını yada salır. Əcəba kitab Osmanlıda yazılıbdır, məncə öylədir. Çox bir gözəl xətt ilə yazılıbdır, amma fikir mən bu kitabı oxumuşam, bundan belə buna bir baxaq. Yox, bu deyil, bu o deyil. Fərqli ola bilər. Burada bir Məclisi Sinanın yenə möhrünü vurublar. Kitabı təqribən yetişirik axirlərinə. Xətt də həmandır, bir nəfər yazıbdır və burada kitab qutarır. Və əkslərini də gördük. Qeydaq bu kitabın əvvəlindən bir şeylər oxuyaq, görək ki, nə göstərir. Əvvəl bunu yazaq, kitabın adını yazaq, özümüzə qalsın. Nəhv və Dəsturi Zəbani Türki. Nəhv və Dəsturi Zəbani Türki. Vəhəbi Süleyman. Yazar Vəhəbi Süleyman İbrahim. Gedək burada görək ki, bu kitab nələrdən danışır. Biraz daha sürətlə bunu biraz oxuyaram. Əlbəttə 40, yəni bu 80 səhifəlik bir kitabdır. Əlbəttə əvvəldə bir neçə dənə cildidən plandan çox əks qoyublar. Axirdə də bir neçə dənə. Onları çıxsaq, bəlkə 70 səhifəcə dolar. Bismillahirrahmanirrahim. Elhamdülillahillazi xalaqal insana fi ahsanis sifat və zeyyena alsinatuhum bi afsahil lugat allati yecdul cennana fahal hayat والصلاة والسلام على رسوله سيد السادات و أصحابه الذين هم صاحب العلوم والكرامات. Amma بعد. Dediyimiz kimi müsəlmanlar məmulən hər sahədə kitab yazırlar. O sahədə bir Qur'andan, bir ayət, bir şey yazırlar və onu istəyirlər ki, Allahı o sıfatla tanıtdırsınlar. Məsələn, burada görürük ki, xalaqal insana fi ahsanis sifat və zeyyənə əlsinətəhum, onların dillərin zeyyənə olacaq zinətləndirdi, yəni bəzədi. Onların dillərin bəzədi və əfsəhil lüğat. Çox lüğat burada dildir yenə də. Ərəbcədə elə, məsələn, lüğət-i ummi deyəndə, yəni ana dilim. Demirlər ki, yəni, məsələn, lüğət yəni bir söz deyil, bəlkə külli dilə deyilir. Bi əfsəhil lüğat, dillərlə şeylədir. Əlləti yəcidul cinanə fəhəl həyat. Onun içində deyir ki, behişdu, yaşam onun içindədir, dilin içindədir. Çox cəlibdir bu. Əlləti yəcidul cinan, tapılar, yəcidu, tapılar, ya tapılır. Əl-cinan, cənnətlər, fəhəl həyat, onun içində həyat. Yəni, həm onun içində, o dildə, həm behiştisiz o dildə, cəhənnəmi də o dildə yaradarsınız, behişti də.
O dildir ki, sizə o cəhənnəmi, o behişti yaradır. Necə ki, yaşamı da o dil sizə yaradır. Nə cür yaşayacaqsınız? Bədbəxt yaşayacaqsınız, xoşbəxt yaşayacaqsınız. O dil göstərir. O dilin gücüdür. Və gücün də dilidir. Güc sahibi. Məsələn, bu günləri İngilisi dili bununla belə ki, dərd edən bir dil deyil. Əslində, nə yazısı, nə danışmağı, heç birisinin qayda qanunu yoxdur. Amma niyə? Bir dildir bu günləri. Hər kəs istəyir xoşbəxt olsun, cənnətə getsin, bu dünyanın cənnətini yaşasın, İngilisi öyrəşməyə çalışır. Və onun içindədir həyat. Yəni, onun qanun qaydəsinə görə deyil, bəlkə onun gücünə görədir. O güc də məncə o şahlarından gəlir ki, bu dili çeviribdir güc dilinə. Və bunların da ki, ondan sonra da Həzrət Peyğəmbərin özün və dostların da salam. Amma bəd, zəban farsi əfsəh lisan və əmləh bəyan və mərğubi nəzdi kibaran və mətlubi əhli düyun olub. Surət təcəlli olduğu baisdən bu dai xaki rəhi irfan, bu dai yəni iddia eləyən, dai, dəvət sahabı. Bu xaki rəhi irfan əlbəttə. Və yegenə vikənə ibadi payi və yenə, yəni daxi yerinə və yenə غباری پای زرفان یا زرفا دل ریش و العلیمی محتاج الى رحمت الرحیم. Və yox, bu kitabı oxumamışam. Bu taza kitabdır. Vəhbi Süleyman İbrahim. Adın burada yazdı özünün. Biz də onu yazdı. Əfəllahu anhu və li valideyhi توفیق باری و عنایت کردگاری ایله بعض لغاتون mütalaəsilə, lüğat burada ilə dillərdir, ki nədə? Oqat-ı güzar və bəzi fəvaid və qəvaiddən intixab və ixtiyar edib, bər nəsəqi ilmi təsdiq bir risalə təlif olundu və bu risalə 3 bab üzərinə tərtib olunub. Əvvəlki babidə bir müqəddəmə və 6 fəsl zikr olundu. Birinci babda bir müqəddəmə 6 fəsl ibarətdir. Zikr olundu. Əvvəlki fəslində mazinin iştiqaqi və qaibi və mühatibi, ehtimalen müxatəbi və cəmi. Yəni mazinin iştiqaqi və qaibi və müxatəbi, mühatəb yazdığı üçün ehtimalən bundan bizə gələk bu A kimi ki qoyubdur, mədd kimi. Hətta bu mədddir, müxatəbi, mühatəb. İstanbul dediyimiz şəhərdə insanlar xı demirlər də, onu bilirik, həm qədim də demirmişlər, belə görünür. Və mühatəbi və cəmi bəyan olundu. İkinci fəslidə muzariün iştiqaqi və qaibi və müxatəbi və cəmi bəyan olundu. Üçüncü fəslidə əmr-i hazirün və nəhy-i hazirün iştiqaqi və cəmi bəyan olundu. Dördüncü fəslidə əmr-i qaibün iştiqaqi və cəmi bəyan olundu. Beşinci fəslidə əf'alün məchuli bəyan olundu. Altıncı fəslidə əmsili-i müxtəlifə və mütərrədə bəyan olundu. İkinci bab, o birinci babın fəsillərin dedi, müqəddəməsini demişdi, fəsillərin dedi. İkinci bab başlayanda nə olacaqdı? Demişdi, neçə bab üzərədir? 3 bab üzərədir. İkinci baba getdi. İkinci bab əsma-i müştəqqə adların bəyanında olub, dərunində 3 fəsli bəyan olundu. Dərunində. Dərun sözü zahirən türkcə sözdür. Bu günlərdə dostlardan biri gördüm ki, dərun məsələsi haqqında türkcə danışır ki, bunun kökü hardan gəlir, nə cür o türkcədir. Bu da çox önəmli bir şeydir ki, bizim cavanlarımız, düşünürlərimiz başlayıblar danışqahlardan yox, danışqahların əleyhinə.
Danışıqlar deyir ki, mühəndisi cəhlin əbzarlarıdır. Orada insanları cahil elirlər. Onların ziddinə, onlara qarşı bir üsyan ələmi bayrağı qavzayıblar türklər. Və bu çox önəmlidir. Əlbəttə mən gördüm bunu, o birisi şeylər də başlayıblar. Bu da çox məncə böyük bir hərəkətdir. Mən özüm bunu çox sevirəm. Çünki elmlər normalda bu tür yaranar. Elmlər cari olan, raic olan anlayışa qarşı çıxanda elm tolid olar. Və bu elm millidir. Yəni insanlarımız bunu heç bir dövlətə bağlı olmadan, heç bir düşüncənin altında özlərini hiss eləmədən üsyan bayrağı götürürlər elmin əleyhinə. Və bu o elmi ki, İran deyilən yerdə keçən 250 ildə türk düşmənləri yaydığı elmin qarşıtı əyğatu ələm götürüblər, bayraq götürüblər. İkinci bab əsma-i müştəqqə bəyanında olub, dərunində 3 fəsl bəyan olundu. Əvvəlki fəsildə məsdərin əqsami və istimali bəyan olundu. İkinci fəsildə ismi failün və sifəti müşəbbəhənin iştiqaqləri və istimalləri bəyan olundu. Çox gözəldir. Mən bu kitabı oxumalıyam. Yəni istirdim biraz sürətlə oxuyam bu kitabı qutaram, amma nəzərimə gəlir ki, bu kitabı bu günləri uzun oxusam belə səfərlərin oxuyum geçsin. Çünki çox önəmli bir şeylər görürəm burada. İkinci fəsli failün və sifəti müşəbbəhənin iştiqaqları və istimalləri bəyan oldu. Üçüncü fəsildə ismi məf'ulun iştiqaqı və istimal olsun, önəm daşımır. İştiqaqı qı yaddan çıxıbdı və istimalı bəyan olundu. Üçüncü bab getdi üçüncü baba. İkinci babın da içində olanları dedi, indi gedir üçüncü baba. Hurufi amilə və ədəvati və kələmati mütədavilə. Bu da çox önəmlidir. Huruf nədir? Türk dilində əlifba deyil ha, əlifba ayrıdır. Huruf bir ayrı bir şeydir. Huruf və məsələn əgər kimi bir şey əcəba bu ədatdır da, buna ədat deyirlər. Yəni bir şeylər ki, təhcanına məniləri yoxdur, amma cümləni bir-birinə yapışdırırlar ya bir-birinə qarşı tuturlar, belə bir şeylər. Üçüncü fəsildə ismi məf'ulun iştiqaqı və istimalı bəyan olundu. Üçüncü bab hurufi amilə və ədəvat və kələmat mütədavilə bəyanında olub, hər birinin mənaları və istimalləri bəyan olundu. Əl-babul əvvəl getdik babı əvvələ. Əl-müqəddimə bilinər ki, əvvəla kəlimə üç qismi münqəsimdir. Əvvəl bilinsin ki, kəlmə 3 cürə olur. İsm, fe'l və hərf. Amma ism dəxi 2 qismidir. İsmin özü, indi əvvəldə ismi basır danışaq ki, ism nədir? Pəs dedi, ism, fe'l, hərf. Bunları da 3 babda danışacaqdır. 3 babda bunları danışacaqdır. İsm, fe'l, hərf. İsm özü dəxi 2 qismidir. Biri müştəq və biri qeyri-müştəq. Biri budur ki, bir ayrı kökdən ayrılan ismidir. Bir də budur ki, yox, ayrılmaz. Elə özü əslində vardır. Ki, ana ismi camid dərlər. Əvvəldə o ikincinə ki, müştəq deyil, ona camid deyərlər. Əvvəldəkinə müştəq, ikincisinə camid. Yəni, o ki, ayrılmır, kökü elə özü kökdür dərlər. İsmi müştəq, lüğəti fərsidə ismi faildir. Və dəmüstü konəndə, yəni, mənə faildir. Farsidə buna ismi müştəq, lüğəti fərsidə ismi faildir. Məşmu konəndə gibi. Məstu. Bu, yəni, indi bu kəlmə müştü konəndə. Yəni, bu kəlmə indi nədir? Müstü konəndə. Hər nədir? Bu deyir ki, bu ismi faildir. İsmi fail olduğu üçün konəndəsini görürük. Faildir. Müştü konəndə. Bilmədim nədir məştü konəndə. Gibi. Və ismi məf'uludur. İsmi müştəqqi burada tozih verir ki, ismi müştəq nə deməkdir? Biri ismi faildir, biri ismi məf'uludur. Məsəla,
Kərdi. Kərdə kimi. Kərdə məf'uldur da. Bir şey ona məsələn filan işi gördü. O iş ki görünür ona məf'ul deyirlər. Fail də, konəndə də o da mislüdür. Pəs bu da misli olacaqdır. İsmi fail mislü məsəla konəndə. Məsəla konəndə ismi faildir. Buna deyirlər ism da gibi. Və ismi məf'ul məsəla kərdi olubdur. Yəni bu da feil gibi. Və sifəti müşəbbəhədir. İsmi müştəqqi sayır ki, hansılardır? İsmi fail, ismi məf'ul, sifəti müşəbbəhədir. Məsəla aqa gibi. Əmma gibi ya da bilmirəm, bu nə oxuna bilər, onu da bilmədim. Müşəbbəhədir və əmma gibi. Və məsdərdir, kərdən gibi. Məsdər özü də ismidir. Bunlardan maədası, bunlardan qeyrisi ki, dedi, müşəbbəhə, ismi fail, ismi məf'ul, müşəbbəhə və məsdər. Deyir, bu 4 dənədən qeyrisinə, bunlardan maədası qeyri müştəqdir. Feil dəxi 4 qismidir. Feil özü də 4 qism mən oxudum. Görək ki, nə cürdür? Biri feili mazidir, kərd. Və biri feili muzaridir, konəd. Biri feili əmridir, kon. Və biri nəhyidir, məkon gibi. Və bunların hər biri ikişər qismidir. Hər biri özü 2 yerə bölünür. Yəni, feili mazi, muzari, əmr və nəhy. Feili də 4 cürədir, yəni. Bunların da hərəsi özü 2 cürdür. Mazi müsbət, mazi mənfi. Muzari müsbət, muzari mənfi. Əmr hazir, əmr nəhy hazir. Əmr qayib, nəhy qayib. Cümləsi 8 oldu. Pəs feil 8 cürdür. Mazi müsbət, məsələn, kərd. Mazi mənfi, nəkərd. Kimi. Muzari müsbət, konəd və muzari mənfi 2 qismidir. Muzari mənfi 2 qismidir. Biri nəfy hal nemi konəd. Biri nəfy istiqbal, nəkonəd gibi. Əmr dəxi biri əmr hazir, kon və biri əmri və biri nəhy hazir, məkon gibi. Kəzalikə əmr qayib bekonəd və məkonəd. Genə 2 dənədir. Əl-fəslul əvvəli fil mazi. Fəsl əvvəl mazidə. Feil mazi məsdərdən müştəqdir və bəzilər əksin etibar etmişlər. Bəziləri demişlər ki, məsdər feil mazidən müştəqqidir. Ona görə deyir ki, əksin etibar etmişlər. Yəni, məsdəri mazidən əks etmişlər. Təriq-i iştiqaqi oldur ki, məsdərdən axirində, məsdərin axirində olan nuni məsdəriyyəyi həz və maqəblün sakin qılıb, məsələ kərdən sözündən və şödən sözündən məsdərlərdir. Bunlar məsdərdilər. Mazilərində kərd, axiri sakin, əlbəttə bu da sakin olur, cəlib məsdər, kərd, şud və dirlər. Bu mazi, şud dirlər. Və bu mazi müsbətün olunə. Bir nuni önünə, müsbətin əvvəlinə bir nuni nafiyə məftuhə gətirib mənfi edərlər, yəni zəhdi mütləq olur, nəkərd gibi və mufrədi qaibinin cəmində kərdən müsbət və kərən mənfi. Elə ikisi də bir cür yazıbdır. Mənfi qayda oldur ki, axərini məftuh və mabəədinə bir nun sakinə və dal sakinə ilhaq edib. Tamam, təxəssüsüdür, dil haqqındadır, zahirəndə fars dili haqqındadır. Üstə yazıb dəsturi zəbani türki, amma zahirən fars dili haqqında türkcə yazılıbdır.
Amma muzari da bunları da geçirirəm. Gedirəm buraya çünki bu fars dili haqqındadır. Əlbəttə biz yazmışıq. Bu bizim dədələrimiz bu kitabı fars dilini öyrətmək üçün yazıblar. Bu da pis deyil. Əl-Fəslur Rabi fi əmrül gaibi və nəhyi əmr gaib cah olur. Muzari siğəsi üzərinə gəlir. Məsəla bekonəd və ya beşur gibi və cəh olur muzariün axər hərfinin maqəblinə bir əlif ziyadə edib. Tamam, bunları geçək. Bunlar dediyim kimi Əl-Fəslü sadisi fi əmsilətil müxtəlifəti vəl mutrah. Burada da gəlibdir kərdə, konəd, kərdən. مصدر معناسی ایلمک کند نماندی فعل مضارع بنایی معلوم مفرد مذکر یا مؤنث غائب ما غائبه manası eylərmiş deyin halda ya gələcək zamanıda. Tamam, bunlar da o cədvəllərdir. Nəzərimə gəlir ki, bu kitab çox bir gözəl kitabdır fars dilini öyrətməyə. Bu haqda bir ayrı kitabda oxumuşduq. Elə bu qədər məncə görər. Fəqət buna bir tarix tapsaq ki, hangi tarixdə yazılıbdır, gözəl olar. Xəbərdir ki, əvaxiri kələmatidə mənayı xəbəriyyət ifadə edər və bəzi məhəldə həst dəxi gəlir. Və cəmi and gəlir və lahiq olduqları kələmənin axəri məftuh ya ha əlamət olur isə xəttə və tələffüzdə əlifləri sabit olub, əgər sakin olur isə xəttə və tələffüzləri sakit olur. Görək ki, burada bir tarix kitaba bir şey yazıbdır. قارعا بر من مکن قهری و عتاب قارعا بر من مکن قهر و عتاب بد خطابی رفته باشد در کتاب ار خطایی رفته باشد در کتاب آن خطایی رفته را تصحیح کن از کرم والله اعلم بالصواب. Burada da mən istəyirdim bir tarix görüm. Mütəəssifانə bu kitaba bir tarix yazmayıbdır. Bu kitabı gördük. Dəstur zəban farsi gərək yazıydı be türki. Yəni istəyirdi əgər onun üstünü yaza. Burada bunu mən beləsi bir şey yazım. Fars dilinin nəhvin tədris edir türkcə. Tamam, türkcə tədris edir. Beləsi yazdıq. Cümləmiz də düz gəlmədi əlbəttə. Tamam, gedək görək ki, ikinci kitab ki şansımıza çıxır. Nədir? Bir dənə kitabla qarşılaşırıq ki, adını qoyublar Məcmui Türki. Əlbəttə o kitab da dedik ki, Məclisi Sinada saxlanırdı. Məclisi Sina ki, indi də gedib olubdu Şurayı İslami. Orada saxlanır. Bu birinci kitab. İkinci kitaba baxaq, görək ki, bu nədir? Əlbəttə, baxsaydıq, görərdik ki, bu kitab qabaqçı kitabdır ya yox. Çünki qabaqda da bir dənə kitabımız var idi, belə bir kitab. Mən biraz şəkkə düşdüm ki, bunu qabaqcan oxumuşuq ya yox.
Sərf-i Türki görün bu deyil ya yox. Yox, bu Əfqanistanda çap olan kitabdır. Bu o deyil. Görə bilmədim, amma çox da bunda dayanmayaq, neyniyək. Gedək, görək ki, bugün o açdığımız kitab ki, adı dediyinə nədir? Məcmui Türki yazıblar, amma görək ki, bu nə deməkdir? Burada Kitabxana Məclisi adını qoyublar Məcmui Türki, bu Məcmui Türki. Adın beləsi yazıblar. Məclis-i Şura İslami. E, 1382-də yenə də bunu istirmişlər, sansur eləyələr. Sansurdan keçib diri qalıbdı. Fehristi olubdu. Bu da dəftərdə şey yiyibdi. Nömrəsi də tazaşdan dəyişilibdi. Boyu 15 santimetrdir. Bəlkə də 16 santimetrdir. Eni isə, görək ki, enindən neçə vurublar. Eni də 21 santimetr, yəni 10 santimetr yarım hər səhifənin enidir. Burada görürük ki, bu kitabın əvvəl bir şeyinə baxaq. Kiçildək, bunu bir səhifəyə yerləşsin. Kitabın vəziyyəti. Baxırıq, görürük, kitabın vəsəti cırılıbdır. Ortası, yəni şirazəsi cırılıbdır kitabın. Yazılar bir səhifədə heç olmasa görürük, bu səhifədə görürük ki, çox qərəlibdir. Köhnəlməyi bəllidir. Hər yerində köhnəlik əlaməti, su geçmiş əlaməti. Təəssüflə türklər, bizlər kitabları saxlamaqda biraz çox çətinlik çəkmişik ya da saxlaya bilməmişik çoxun. Kitabın əyilməsindən bəllidir ki, şirazəsi dağılıbdır. Onun üstündə kitab əyilir. Kitabın da üstünə səhifə vurublar. Yaxşı iş görüblər, çünki bu farslılar bunları cırırdılar, atırdılar. İngilistanda belə gediblər, kitabı cırıblar, atıblar. Burada görürük ki, səhifə kamilən cırılıb, ayrılıbdır, qoyublar ortaya. Amma nəqqaşisi var. Bu səhifənin calib bir arxası, yəni belə nəzərə gəlir ki, kitabın diqqət eləməmişdim. Bu kitabın 61-ci səhifəsi və 60-cı səhifəsinin arxası qızıl rəngi ilə rəhlənibdir, nəqqaşi olubdur. O birisi səhifələrdə bunu görməmişdim. Bir də ki, görürsünüz, bu İran gətirir bunların üstünə bir şey salır. Yəni, kitabın o keyfiyyətini xərab eləməkdən ötürü bir dənə bir arxasına bir özünün markını salır, məclisin əksini salır. Kitabı oxumaqda zorluq çəkir adam. Yəni, bu qədər möhrü vurmusan, görər bunu nəyə qoyursan bura ki, kitabın keyfiyyəti aradan gedir və şey olur. O nəqqaşi dediyim səhifədən sonra bir yerdə təkrar olmur. Əlbəttə, burada bir yerdə bir qırmızı, yəni bu 81-ci səhifə ki vurulubdur. Üstdə yenə bir qılı nəqqaşi var. Aşağıda bir təxmisdir, müxəmməsdir, təxmis olacaqdır. Burada da bunu da dövrəsinin qırmızı bir rəng ilə gətiriblər. Qəzəl-i Baqi təxmisi cənani. Elə bu aşağıda da odur. Təxmis cinanidir, cənanidir. Onu bilmirəm mən. Beləsi baxıram, burada bu səhifəni də rəhləyiblər, qırmızı rəngin üstünə yazıblar. O da bir taza bir işdir, burada gördük. Yenə Kitabxanə Şurayı Milli 1302 deyə möhür vurublar. Bu tərəfdə də möhrü tazaşdan bir ayrı möhür. Ehtimalən o möhrün rəddidir, düşüb buna. Şeirlərdir, bunlar bir məcmuə şeirlərdir. Burada özü yazıb ki, 65 səhifədir. Qoy gedim əvvəl oradan oxuyayım, sonra qeydim gəlim. Bunu axırı oxuyayım, çünki bu mühümdür. İndi burada 1, 2, tamam, qeydi belə əvvəldən birdən oxumalıyıq.
Kitabın əvvəli cırılıbdır. Qətlən əvvəli cırılıbdır. Bu yoxdur səhifələri. Çünki yarımçılıqdır. Bunun birinci səhifəni oradan vurublar ki, qalıbdır. Əllərində olduğu ya cırıb götürdüklərindən sonra qalanları qalan budur. bin mübtəlai əgər eləyə bilsək oxuyaq bu şeiri. Bir görün bunu çevirməklə bunu oxumağında bir təsir qoyar. Görün beləsi olanda. Beləsi olanda bəlkə biraz rahat oxumaq olar. Bin mübtəlai mehnətlə yırdım oldu. Bin mübtəlai məhəbbətlə yerdim oldurur. Dilbəri mülayim olacaq Adəm öldürür. Bin mübtəlai məhəbbətlə yardım öldürür. Oldurur bəlkə. Dilbəri mülayim olacaq Adəm öldürür. Gənc visali talibini əjdeha sıfət. Künci visali talibini əjdeha sıfət. Ol xəlq ilə xəlqə zülfi xəməndaz xəm öldürür. Çeşmin sürsümə çeşmin şurəsmə aşıqi qəmzənlə qətl edər. Çeşmin şu rəsmə aşıqi qəmzənlə qətl edər. Bir natəvani tiğ ilə tiğ ilə san Rüstəm öldürür. Oldurur ehtimalen. Durursun yerində Qəmzə gözünər canından. Durursun yerində Qəmzə-i xunrizi canından. Başdan bəlalü aşıqi ol pərçəm öldürür. Oldurur. Ya öldürür olacaq. Ehtimal verirəm öldürür yaxçıdır. Hamısında öldürür olsa yaxçıdır. Bağı pələngi kuhi qəmün pəncəsindədir. Bağı ehtimalən bu şeiri yazanın adıdır. Bağı pələngi kuhi qəmün pəncəsindədir. Lütfü mədəd yetişməz bəs bir dəm öldürür. Nəcati bunu Bağı adında bir şair yazmışdı. İndi bu birisi əvvəlində də əlbəttə bunları adını yazır. Nəcati məsələn burada. Orada da yazıb amma o silinibdi. Nəcati adında bir şeiri biləsi oxuruq. Bunu biraz çevirsək daha necə olar? Elə ikisində də başıma əyməliyəm. Çünki əyri yazıbdır. Gələk beləsi əyləm oxuyam. 4 dəfə bunu fırladım. Gəlsin ora. Ki eləyə bilim onu oxuyayım. Yekə yarın yekği و لبی و قدی yetər. Yenə yarın yenği و لبی و قدی yetər. Özəl ey gül açıl ey ğunçə nəql ey əziz. Başda, yəni bəlkə bunları düz oxumuram. Bana ol qamət tuba ləbi ennab gərək. Nədən görməyinə sərv çəməndən betər. Baş tapmadım. Gedək bir ayrı şeiri görək, əcəba bir ayrı səhifədə yaxşı oxuya bilərik. Dila ol sövgülün dilbərinə səndə. Dila ol sevdiginin
dilbərinə səndə gözəllik, tazəlik, tərlik nə səndə. Tərlik dəsəndə, də olacaq bu ehtimalən, dəsəndə. Gözəllik, tazəlik, tərlik dəsəndə. Nə sən sevdün bir sufi bu cəhanın. Dəsən, bəlkə də dəsən ya nə sən sevdün bir sufi, desən sevdün bir sufi bu cəhanın. Əcəb bilim sənin gönlün dəsəndə. Baş tapmadım. Nə diş qaldı istinmad, nə dərinlik, nə dış qaldı istinmadak, nə dərnək. Nədir? Bunlar hamısı nədir ki, mən nə sən sevdin bir sufi bu cəhanın. Əcəb bilsəm sənin gönlün nə səndə. Nə dış qaldı istinmadık, nə dərlik, nə dərənlik, nə təndə qüvvət var nə səndə. Nə təndə qüvvət var nə səndə. Tamam, bu kitabı oxuya bilmirəm. Həm xətti zor çəkirəm, həm də ki təndə babın canda odun var sənin. Təndə tabın canda odun var sənin. Dildə sevdayı şuhudun var sənin. Sünbülündən inmədə silsilə. Sünbülündən inmədə silsilə. Başında bir dud gibi kəbudun var sənin. Başında bir dudi kəbudun var sənin. Əks ruy yar sənin, əks ruy yar sən ayinədə. Əks ruy yar sən ayinədə. Sənmə ey aşiq vücudun var sənin. Sufi mütləq geçər sərsəcdə. Sufi mütləq geçər sərsəcdə. Bu zikr hələ bin qüyudun var sənin. Bu zikr hələ yüz kər hələ bin qüyudun var sənin. Yüz kər hələ bin qüyudun var sənin. No'ya demsaz eşq oldun gibi. No'ya, bu da no'iydi adı. No'ya demsaz eşq oldun gibi. Xeylə söz ilə sərudun var sənin. Xeyli söz ilə sürudun var sənin. Bu da onun adı, ismi şərifidir. Neçə dəlilə oxumaq olmur. Biri budur ki, kəc yazılıbdır. Xətti fərqlidir və kitab köhnəlibdir, sürtülübdür. Yazılar hələ də çox görünmür, yəni. Burada bir Təbriz kimi bir şey gördüm, amma gözümdən indi itirdim. Yar hicrində nələr çəkdiyi kimi yad eylə. Yar hicrində nələr çəkdiyimi yad eylə. Billah ey qəm qulum gəl bəni azad eylə. Billah ey qəm qulunum. Billah ey qəm qulunum gəl bəni azad eylə. Əksin etmə, əksik etmə sitəmcurini bən aşiqinə.
Eksik etme sitem cevrini ben aşıkına, dil vilayetlerini adl ile abad eyle. Gel ey ğunçe dehen bir yüzümüze geleyik. Gel ey ğunçe dehen bir yüzümüze geleyik. Dil gamcinimi bir lehze ne var şad eyle. Dil gamcini bir lehze ne var şad eyle. Olacak aşık miskini çıkarmak da dilden. Olacak aşık miskini çıkarma dilden. Xeyrə gir məqbərəsiz sənlə bünyad eylə. Xeyrə gir məqbərəsən sənlə bünyad eylə. Məqbərədir ehtimalən. Xeyrə gir məqbərəsən ya məqbərəsiz sənlə bünyad eylə. Xublər içrə bugün nav nişan istərsən. Xublər içrə bugün nam nişan istersen oldur İshak'ı kırmız bir ev adıyla. O İshak'tı bunun adı ama bunu necr okuyaq? Oldur İshak'ı kırmaz bir eyyü adıyla. Kırmaz bir iyi adıyla. İyi yani iyi, güzel, yaxşı. Bu da İshak'dan bir şeir oxuduq. Kitabın əyri tutmağa boynum ağrıdı, yəni çox. Bunda gərək adam boynun əyri tuta bu kitabı oxumaq üçün. Ləəlinə qarşı əzləmə ey şəkər. Tamam. Gedək axirin bunu oxuyaq. Bunun üçün kəcdə oxuya bilmirəm. Gedək axirdə o 3-4 səhifəni oxuyaq, görək ki, bu kitaba görə nələr yazıbdır. Tamam, burada bunu çevirək. Bir dənə də qeytərək axirə. Andur dükli aləmi Adəm. Görək burada nə bunu oxuya bilsək. Elə buradan başlayır. Bəli, buradan başlayır. Anındır dükli aləmi عالم و آدم حرم و کعبه و زمزم همه درلتی جهان پرتو حسن لفرهان و طربناک فرحناک و طربناک و همه واله و حیران و همه مدح و ثناخوان و همه شاکر سبحان ایها الناس تعالوا فخذوا آیة و آیت رب سمدوا واعتبروا واعتصموا نحن الیکم رسل من قبل. Buradan üstdəkilər yaxşı oxunmurdu. Görək buradan bu üzərini qəşəng oxuya biləcəyik. Xeyr. Cümlə cəhani yazdı. Cümlə cəhani yazdı. Hüsn əcib ilə ki aqli irməz. Aql irməz, aql ona çatmaz, yetməz. Cümlə cəhani yazdı. Hüsn əcib ilə ki aql irməz ana. Fahm fərasət mütəhayyir olubən səcdə-i şükranə edib ayə-i xətm edib edər çün be səd ikram ki nə xoş canı cəhandır ki hüveyda و nəhانdır səməd ləm yəzəlü padişahi kün məkandır ki xitab kün ilə ərz-ü səmavati ədəmdən gətirib cud vücud ilə müşərrəf qılubən Adəm üçün məskən و məvای lətif etdi و eşq ilə gönül mürğinə verdi غم canan. Gözəl yazıb, insafən çox gözəl və şairanə mətn yazıbdır. Şeir deyil, amma şeirdən də dalıq qalan deyil. Bir də buranı qeydirəm, oxuyam, çünki mənə yapışdı. Cümlə cəhani yazdı hüsn əcib ilə ki aql irməz ana fəhm fərasət mütəhayyir olubən səcdə-i şükranə edib ayə-i xətm edib idir çün be səd ikram
که نه خوش جان جهان دور که هویدا و نهان دور سمد و لم یزل و پادشهی چون مکان دور چی خطابی چون ایله ارز سماوات ادمدن جترب زود وجود ایله مشرف قلوبن آدم için مسکن و معوای لطیف دی و عشق ایله gönül مرغنه وردی غم جانان necə qəmçim ki düküli şadi aləm suğa düküli necə qəmçim düküli dünli olacaqdı, yəni türlü düküli şadi aləm, burada bir üstdə bir şey aləmin şeyidir, məddidir. Dükülü şadi aləm üçüğə alməz ani əhli olan aşık dildadı افتاده آشفته آلفته سودازدگی بی سر و پاک سر و در خاکی کفی پای نبی سر و گدی ماه و رخی سیم پریر خور و شیو لب شکری یار خوشت دی و فراغ ایلدی ای یار همه اسباب جهاندن که budur خاصیتی عشق kimin saz و جهان و سوز و سرافراز و دلفروز budur تخت وجود üzre mühibbi kelal hakka celal hakka dilfruz budur taxt vücud üzre celal hakka müzahhar ki eğer عشق نبودی به جمالش که رسیدی بدرور واسطه خلقت عالم غرض از رفعت آدم سببی موهبت خالق رحمان امدی ای عاشق صادق گله همراز olalım امدی ای عاشق صادق گله احتمالا جنه imdi ey aşık sadık gele همراز olalım bülbül خوش لحظه gibi şerh غمی dilbere آغاز edelim ta ki neler eyledi hicran dikeni ta ki neler eyledi hicran dikeni butن آزردی zare dil آشفته بی صبر و قراره گلاخی کاشف اسرار olalım yar vefadارımız olgal. Burada bir şey yazıp okuyabilmirəm ki من بیچاره دلخسته پابسته bir dilber لیلی وشی خنجرکش عاشق کشی آشوب جهان پنجه زمان کوهیله ماهونه düşerdi من دیوانه دخی آه کنان نعر زنان سیمتنی احتمالاً سیمتنی چاکلیوب سینمینی چاکلیوب خاک کفی پایینی مجنون که بی هر دم göz derdime pey derman. Çox gözəl idi. Bunu bir də oxuyayım. Məni biçare dilxəstə pabəstə bildirbəli leyli və xəncərkeşi aşiq qoş aşub cahanincə neçə zaman کوه ile ماهونه düşerdi ماهون صحرا ماهونه düşerdi من دیوانه دخی آه کنان نعر زنان سیمننی çak سیمتنی olacaqdı sinenemi çak eliyüb ben خاکی کف پایینی مجنون ki bir her dem göz derdime pey derman که çəkim دیدی غم دیدیه ol kühli cevahirden o asu
که çəkim دیده غم دیده ol kühl cəvahirdən o asudə و xariq olalım. Ey aşığı həmdərd ki fərda ki fərd olmaq üçün Ey aşığı həmdərd ki fərd olmaq üçün mərd olubən çeşmi tərü çehriyir zərd ilə gələn nimət و eyş و tərəb و zovq و səfayı ruxu məqsudi bulur kimsə bu gülşən edəməz bu gülşən edəməz kim xəbəri seyyid lola ki durur bu که biyabanda İndi bura biraz yenə də şey olub. Üst qismətə su gəldiyi üçün bu 3 sətr zor olur oxuması. Görürəm, indi baxıram ki, niyə bu 3 sətrdə zorluq çəkirəm? Çünki su gəlib, burada biraz rəhlər qatışıblar. Ki biyabanda insəm dərdlü dam imdi geçene rəs cibal üzrə çəlisəm ki biyabanda insəm dərdlü dam imdi geçer rəs cibal üzrə gəlsəm bir pələng صد و ببر و پلنگ ilə qəmu vəhş tuyur ilə idi و ben فارغ edəm cümlə cəhandan ki xiyali ruxi canan bəni almış idi fikri səri zülfündə bu danə gönül bir danə gönül qalmış idi bi xəbər و bi əsər و valəh و heyran Gəlübən aqibətül əmr səri çugini məskən tutubən gülübi gibi kəlbi gibi Gəlübən aqibətül əmr səri çugini məskən tutubən kəlbi gibi nalə və ahəm tokkuz əflakə nalə və ahım tokkuz əflakə irərdi zira bu eşq cahansuz و cigərduz و dürər kimsə bu dözer kimsə buna səbr edəməz bəni bi həddəbən vəli axər Gəlübən aqibətül əmr səri çugini məskən tutubən kəlbi ki nalə və ahım tokkuz əflakə irərdi zira bu eşq cahansuz و cigərduz durur kimsə buna səbr edəməz ben bi haddə ben vəli axir Əlbəttə burada bir qırmızı xətt ilə ya qızıl xətt ilə bir şey yazıb oxunmur. Əsla və əbəda bunu oxumaq olmur. Yəni Əlhac lillah bilmirəm bunu nə oxumaq olar. Nə yekəldən də oxumaq olur, nə kiçildən də oxumaq olur. Fərəcullah bir şey o cür oxunur amma oxuya bilmirəm nədir. Onu ben her nədir onu buna yapışır. Onu ben bəndeyi azad edib ben qıldı tərəhhüm bana ol şah. Dinlə ey yar ki bir gecə benim dilbər dildarım ilə necə visal oldu müyəssər necə sevda azdə qıldı. Sevdazədə qıldı. Dinlə ey yar ki bir gecə benim dilbər dildarım ilə necə visal oldu müyəssər necə sevda zədə qıldı bəni ol zülfü müənbər şəhi sərvər məhi dilbər necə oldu məni biçarəyə غمخوار qıldı əla hızdı Vala necə bala ana həmta görməz mehr səma
بدر دوجا bir همه cadur همه دوران. Başımı ceymi tefekkürde edip bir gece heyran o perişan edemanden ki acep bu bulanım, acep dolanım halım, acep dolanı benim, acep dola benim halu ol ruhu revani nece görü ben yine de ben ahu feganiliyi ben lecce-i emman gibi olmuştu benim gözlerim o eynime gelmezdi. Şaha xabi xiyaliydi bana şaha xab xiyaliydi bana cümle-i cehan akıbeti kar. Burada adam yuxusunda görübdü onun dastanını tərif edir. Gəsə nə deyim ki, nədir? Yuxum visal əl vermişdi. Nəzər etdim ki benim başıma çuy toğdi. Nəzər etdim ki benim başıma çuy toğdi yo ben heyrete vardım. Burada gene de bir Ərəb bir qızılı rənginlə yazıb, qızılla yazıb amma oxunmur, gedibdi. Ti əcəb benim şaban tələt xərşiyə Munirای ملک عرش ندر düştü kimi. چه عجب benim şaban طلعت خرشیه منیر ey خرشیه منیر ey ملک العرش nedir düştümegi nedir düşmegi bu vaqi'i bül'ecebi yoksa benim bəxt-i perişanım uyandım mı ki ya Rab ne acab hikmeti yazdun. Burada da yine okunmur ki hatif-i qeybdən axar bunda geldiye kırmızı xətlə yazıbdı. İbşər be vesal səmmil mətləb. Üstəki o kırmızı yazılanlar gediblər, siliniblər, amma bu kırmızı yenə oxuna bilir. Əbşir be vesal səmmi əl mətləb. Ey aşık miskin xoş و şad ola ki dəmi vəsl qənimətdir o ol məqsəd əqsa ki قمر طلعتینه رشک eder. Ol مقصد اقصا که قمر طلعتینه رشک eder. O eşkeder o mehri münir andan utanıp yüzü yerde müteaccib olu ben oldu o vecih hüsne can ile meddah. O vecih hüsne can ile meddah bana rahmeylü ben kıldı müşerref sözü gusari. Bana rahmeli ben kıldı müşerref sözü gusazi getür sözü getür kalk kat bu anlamdadır. Kalkma abdi emridir yani kovala. Ama burada Ərəbcə sözdür. Yani kalk. Ona göre bunu bana rahmeyliyi ben kıldı müşerref sözü sazı getür sözü getür şam şab afruzi getür dedi ki dediği vakten diledim dediği vakten dedim ey ruh mukaddes nefesün İsi Meryem ki bir can verdi bana şad ola sen بیغم و آزاد ola sen bendeyin şam şeb افروز نگاری görü ben çünkü odur kövkeb taban. Eşidip sözümü ol can cehan kıldı tebessüm gelü ben yanıma çok mekremet etti beni sevda zede çün
sayi ayağına düşüb ol kişinin zərrəcə lütfinə mehri ilə götürdü. Bəni ol hal müdəllətdən məzəllət olacaq ehtimalən. Bəni ol hal məzəllətdən dedi. Dəli olma dedim ey məh, nə əcəb məkrəmət etdin məni aşufte ömrüm. Dedi şimdi nəgərü ғəm çəkmə ki əyyam fərah gəldi o ciddi ələmi dərdi ki çəkdün dinlədim ben seni. Dedi şimdi nigerü gəm çəkmə ki əyyam fərəh gəldi o ciddi ələmi dərd ki çəkdün dendüm ben seni çox dikdim ben seni çox səbrü təhəmmüllü imişsən dedi. Qol saldı benim boynuma gel dedi. Bu beytül həzəni tərk edəlim fəsli bəhar oldu yo gəldi gülü gülzar و temaşay qənimət biləlim eyləmə əfğan. Salcaq boynuma ol saidi siminini dedim kim əcəba bu məhi novmigi fələkdən inübən. Salacaq boynuma ol saidi siminini dedim kim əcəba bu məhi movmiki ayın birinci günündə o ay biraz nazik olur ha ona deyir. Bu məhi novmiki fələkdən inübən gərdənimə toğolu bən qıldı müşərrəf ki silki çuyi nigari qılə mümtaz mümtaz qılanlərdən etdi. Nə turursən ki gələ seyran edəlim canib bağa gedəlim gəşt gülüstan edəlim aşık miskin. Dedim ey canı cahan bağı cinan sən gələlə sünbül ilə biz gil ilə sərb xəraman gələ bağı cahani yenə də ben bəhrəsi yox çehrəsi yox kakülü yox dideyi purfitnəsi yox qaməti can pərvəri yox şah cahan çuni məkan dürhəmə an ziddili can çərxi zənan oldu sana bəndeyi fərman. Son səhifəsindən yetişdik. Bu durur xasiyyəti səbr-ü sübat eydil. Budur xasiyyəti səbr-ü sübat eydil aşufteyi eşit qul biyani ki qol bəyani eşit qol bəyani ki maani həmi cəm olacaq al verir əhval muradat و səadat و anın şimməsidir bəhri təvili ki bu past و çahar şır fəalatun bəhrin deyir bu səsin yəni bu bəhri təvili ki bu pastü çahar fəalatun durri lalilə bir bəhr içrə durur cümlə-i sifatidən olubdur. Hər halda bunlar ki buracan deyir, bunu gərək bu bəhrilə oxuyasan ki, mən o bəhri bilmədiyim üçün də onunla oxuya bilmirəm. Yenə burada ərəbcə yazıbdır, qızıl rəngi ilə yazıbdır, amma təlayı yəni yazıbdır, amma mən onu oxuya bilmirəm.
Nəməni Allahu əliyyun və kəsirən və usalli oxumur əla mən kanə yəişu və fihi. Oxuya bilmirəm. Onlar gediblər mən kanə yəşirən və ehtimalım bəli belə bir şey olacaq. O zamandan bəru kim pərtov nuri bənuyیدن بنویدن همه ارواح ظهور eylədilər ol iki cahan sərvərinə az dil و can müttəsila hər biri bir mədh sənaxan bu eşq məcazun qəmi hicranınə lənət. Şeirindən qurtarır. Bu eşq məcazun qəmi hicranınə lənət dünyada və uqbadəki xusranınə lənət ərbab qəmin naliş و əfğanınə lənət dilbərlərinin vədi ihsanına lənət. Yok yerlərə etdikləri peymanına lənət. Bu taifənin gerçək balasına lənət. Başdan bunu icad edənin canına lənət. Əzdadına və əslinə və ərkanına lənət. Bu şeirdə çox gözəldir. Bu eşq məcazın qəmi hicranına lənət. Bunun lənət olsun hicranda, ayrılıqda çəkdiyimiz o qəmə. Dünyada və uqbadə, dünya və axirətdə ki xusranına nəhlət, ziyankar ki olacaqdır, ona deyir lənət olsun. Həm dünyada, həm axirətdəki o xusran, ziyankarlıq ki çəkir, ona. Ərbab qəmin naliş və əfğanına nəhlət. Qəmin ərbablarının naləsinə, əfğanına lənət olsun. Dilbərlərinin vədi ihsanına lənət. Dilbərləri ki vədə verirlər, o vədi ihsan ki verirlər, ona lənət olsun. Yok yerlərə etdikləri peymanına, deyir ki, yox yerə, yəni yalan yerə peyman bağladılar, vədə verdilər, qol əhd elədilər, bir taifənin gerçək balasına lənət. Deyir ki, bu taifənin, bir yox, bu taifənin, yəni bu dilbərlərin vaqiyyətlərinə və yalanlarına lənət. Əlbəttə ehtimalə bu bala mən oxuyuram, yalanına lənət ola. Beləsi oxuyuram. Bu taifənin gerçək o yalanına lənət. Gerçək yəni doğru, yalan da ki yalan. Bu indi düz oldu. Bu taifənin gerçək o yalanına lənət. Başdan bunu icad edənin canına lənət. Hər kəs ki bu qəmi məcazini əvvəldə icad eləyibdi, onun canına lənət gəlsin. Əzdadına, əslinə, ərkanına lənət. Onun əzdadına, əslinə, ərkanına lənət olsun. Yəni bu qəm çəkmək özü bir şeydir. Hər halda çox gözəl bir kitabla tanış olduq. Heyf ki bunun yazanda kəc yazıblar şeirlərin. Oxuya bilmədim. Sultan-ı qəmi eşq oluna kus gərəkməz. Əzmi ya qərmi deyə bir şairdən yazılıbdır. Sultan-ı qəmi eşq oluna kus gərəkməz. Ərbab fəna deyrinə naqus gərəkməz. Səd çaki tənim itrə yanar şəm-i xiyalın varmağa səri kuyinə fanus gərəkməz. Çox gözəl, çox gözəl şeirdir. Dərdi qəm ilə düşünə nar gəlür ar. Dərdi qəm ilə tutuşsə nar gəlür ar. Aşıq olana adilə, aşıq olana ar ilə namus gərəkməz. Vau, çox əcib dedi. Dərdi qəm ilə tutuşsənə nar gəlür ar. Tutuşənə, beləsi ki oxuyaq. Dərdi qəm ilə tutuşənə, yəni yanana. Tutuşmaq bir şeyi tutturmaqdır, od vurmaqdır. Ona görə burada deyir. Dərdi qəmlə tutuşənə nar gəlür ar. Od ona ar gələr ki, mən niyə odla dərdi qəmə mübtəla olan odla yanmaz deyir. Yəni ar gələr, deyəndə ki, od tutmusan. Aşıq olana arlə namus gərəkməz. Az ləğni kəndüsünə əhl-i riyanın
ağar lağini kəndüsünə əhli riyanun bir rendi cahan rizə kabus gərəkməz. Ağırlığını kəndüsünə əhli riyanun biz rendi cahan rizə kabus gərəkməz. Əzmi nə qədər mücrimisən kimsə ümidin, kəsmə ümidin. Əzmi şairin adıdır. Əzmi nə qədər mücrimisən kəsmə ümidin. Dərgah xudadan kişi məyus gərəkməz. Çox gözəl şeir, çox gözəl. Acaba Farsıda belə bir şeylər varmı? Dostlar ki soruşurlar ki Farsda bir belə şeir yazılıbdı, kitab yazılıbdı. Görün mən bu 235 cələsədə 400-dən çox kitab tanıtdırmışam. Bugün bunlardan ikisini fəqət tanıtdırıram. Görün nə gözəl yəni yazılıbdır. Gedək bir ayrı misaqi ehtimalən olacaqdı ya misai. O adda bir şairdən bir şeir yazıb axırda. Bunu biraz oxumağımda zor çəkirəm çünki kəc yazıb da. Mən də gərək hey boynuma əyəm moyuzbuyuzə. Təbibim oldurur ben xəstə hali و رنج و غم bir gün. Təbibim öldürür bəni xəstə hali و رنج و غم bir gün. Əgər qəmxanəmə rəncidə qılmazsən qədəm bir gün. Əgər qəmxanəmə rəncidə qılmazsan qədəm bir gün. Bir gün deyir qədəm qılmazsan mənim rəncidə xanəmə, ürəyimə, o rənci filan məni öldürər bir gün. Təbibim öldürər bəni xəstə hali rənc و غم bir gün. Əgər qəmxanəmə rəncidə qələm qılmazsan qədəm bir gün. Necə irsün qiyamət qamətü ki ömrü kutahim. Necə irsün qiyamət qamətü ki ömrü kutahim. Bana hicrində 1000 yılca, bana hicrində 1000 yılca gəlir ey pür sitəm bir gün. Bana hicrində 1000 yılca gəlir ey pür sitəm bir gün. Şəbi zülmətdə ben pərvanənin etdiklərin cavri. Şəbi zülmətdə bəni pərvanənə etdiklərin cavri. Sana ey şəm'i ruşən yanə ağlənəm bir gün. Sözünlə edər bir dərdimə neçə mürdələr ehya. Sözünlə edər bir dəmdə neçə mürdələr ehya. Bana ölsəm də açməz ağzını ol İsa'dan bir gün. Demiş bir gün varıb qət edibən başın qələmvari. Demiş bir gün varıb qət edibən başın qələmvari. Qələmə tay onun başını kəsəcəyəm. Qədim ki qələmlərin başını kəsirlər. Gəlir başa misali hər nə yazdırsa qələm bir gün. Gəlir başa misali hər nə yazdıysa qələm bir gün. O qələm ki deyir əzəldə deyirlər bizim adımız yazılıb da, yaşamımız deyirlər yazılıbdır. Deyir o yazı hər nədirsə başa gələcəkdir. Çox gözəl bir şeir idi. Oxuduqca adam kefə gəlir ki daha çox olsun. Kaş bunu bir cür eləyəydim ki oxuya biləydim, yəni oxumağı rahat olaydı. Qoy görüm bunu bir iş görürəm. Dostlar bunu çevireyim. Görüm ki bunu bu şeiri Google mənə oxuya bilərmi? Oxuya bilsə çox yaxşı olar. Yəni Google də deməyək, bunu verək burada, bu neçə oxusun.
Görək oxuya bilir əcəba. Upload edir. Tamam, upload oldu. Görək ki, bunu ChatGPT oxuya bilir. Əgər oxuya bilsə bu şeir kimi yazsa yenə mən bunu buradan oxusam dahi onda bu kitabın çox yerlərini ki oxuya bilmədim. Çəkərəm, qoyaram oxusun. در این صفحه که فرستادید یک نسخه خطی عثمانی ترکی است و از ظاهرش کاملا پیداست که متعلق به مجموعه کشکو مجموعه‌سی یا یک مجموعه اشعار ترکی است. خط آن نسخی مایل به تعلیق است و متن به صورت قطری مورب در جدول‌های چند خانه نوشته شده. این نوع صفحه بندی در برخی مجموعه اشعارهای عثمانی رایج بوده است. از روی تصویر میتوان گفت: 1. این صفحات شامل ابیات ترکی عثمانی هستند. واژه‌ها و ساختار جملات کاملا زبان ترکی عثمانی است. چیزهایی شبیه به bilmem ne yüzden kara güzel, gönlüme ateş saldın, yar aman, mən belli kara yazılan. به دلیل کیفیت تصویر و مورب نویسی خوانش دقیق نیازی به بزرگنمایی و وضوح بالاتری دارد. Bu da mənə tay deyir ki, ayrı olduğu üçün bu da oxuya bilmir. این مربوط به ابوالنجیب سهروردی نیست. 2-3 هیچ دیر بچه üstteki kitabı هیچ نشانه‌ای که این صفحه به ابوالنجیب سهروردی bu da o دلیل اگر بخواهید این متن این دو صفحه را کامل و دقیق بخوانم و بازنویسی عثمانی ترکی امروزی فارسی بنویسم، اما نیاز به یک تصویر با کیفیت بالاتر و نزدیکتر دارم چون خط مورب و کوچیک است. Tamam, bu da mənə tay oxuya bilməyib, deyir ki, böyük bunu geçəkcinən ondan sonra da nə bilim müvərrəbin götürücünən filan bəhman eləyə bilsəydim və yekəkcinən. Qoy bunu görüm, bir də eləyə bilsəm beləsi eləyəndə bir daha əks sala bilərəm. Bundan bir əks yenə də salım. Sonra bunu direkt kəsəm. Yox, bu deyil. Bunu nə cür tapacağam? İndi bunu tapmaq özü bir müşküldür. Shot screen'i buradan açaq. Ne oldu? Tamam. Bunu indi kəsaq, görsədək ki, burada nə cür kəsəcəyik. Aha, burada üstdədir. Bunlar buradadırlar. Edit. Tapdım bile. Sonunda tapdım bunu. Bunu biraz kiçildim beləsi. Aha. Bunu da buradan kiçildək. Aşağıdan da bunu kiçildək beləsi. Əslən bunu 2 səfhəsini eləyək, bir səfhə. Save eləyək. Sonra bunu çevirək. Gene bunu save eləyək. Dörd dənə bir qoyaq adın. Gedək indi bunu açaq. Haradaydı o şey? ChatGPT. ChatGPT-ni açaq və görək bunu tapıb gətirə bilirik. Ah. Olmadı. Create image thinking get plus or more. Qəbul eləmir. Daha icazə vermədi gedək. Bura. Tamam. Bir belə də zəhmət çəkdik amma olmadı.
Bunu indi biraz dolandırsaq, beləsi. Çıxdı haşiyi xətt qubar dilbər. Bunu gedək kitabda oxuyaq. İndiki belə oldu. Gedək kitabda oxuyaq və qutaraq. Çıxmadı haşiyi xətt qubar dilbər. Görmədim dində anın kimi bir müşkül yer. Yar həman yer. Dəhəni təngi bənzərdir yo sən lalə ruxun. Dəhənin tüncə bənzər diyu sən lalə ruxun. Bağban qunçəyi nurəsteyləri tar sətər. Ateş ahimə etmirsə təhəmmül sinən. Ateş ahimə etmirsə təhəmmül sinən. Ey yüzü gül nolə bu istiyə qalər rəmi döyər. Tamam, oxuya bilmədim burasını. Çünki bu şeir şey oldu, vaqəən çətindir burasını deyim. Bugün iki kitab tanıdıq. Birinci kitabı, bunu çevirək. Birinci kitab Fars dilin Türkcə feilləri ya məsdəri deyəndən, ismləri, bunları deyəndə bunları farsca deyir. Yəni deyir məsələn konəd, kərdi şüd. Məsələn bunları deyəndə o feili farsca deyir. Qalan kulli kitab türkcədir. Çox gözəl bir xətt ilə yazılıbdır. Burada görürük onu. Görürsünüz bu bunun xəttidir və Məclis-i Şurayı İslamidə saxlanılır. Çox gözəl xətti vardır. İkinci kitab isə bu kitabda şeiridir. Məcmuədir adı. Məcmuə-i Türki. Təəssüflə buna tarix tapa bilmədik. Hangi tarixdə yazılıbdır. Onun üçün buna tarix tapa bilmədik. Amma şeirləri də həm kəş yazıb, həm köhnədir, sürtülübdür, həm şey olubdur. Xətti də özəl xəttidir. Onun üçün oxumağı çox zor olur, amma oxuduq. Axırda bir 3-4 səhifəsi nəsridir. Amma fərqli nəsr. Buradan başlanırdı 27, 28, 29, 30, 31, 32. 27-dən 30, yəni 5 səhifəsin 6 səhifəsini əslində oxuduq. Çox gözəl bir türkcə ilə şeir deyil, amma bir bəhridə yazıbdır ki, mən o bəhri bilmədiyim üçün də oxuya bilmədim. Yəni onun bir ahəngi var, bir bəhri var. Onda yazılıb, mən onu bilmədiyim üçün onu oxuya bilmədim, amma adamı coşa gətirir. Çox gözəl bir kitab idi. İki kitabla tanış olduq türk dilində və çox əla. Bu şeirlər də ki var idi, 126 səhifədə yazılıbdır. Bu 126 səhifəndə ki, əlan görürsünüz. Bunların da hərəsi bir şairdən, ya bəzən mümkündür bir şairdən neçə şeir yazıbdır. Amma çox əla şeirlər ki, bunların bir neçəsini oxuya bildim. Qalanların dedim, o dəlillə görə oxuya bilmədim. Hətta əksini saldım, ChatGPT-yə də verdim. O da oxuya bilmədi. Dedi ki, həm kəcdir, həm xətti fərqlidir, həm də kiçikdir, həm də ki, köhnədir. Məsələn, burası yaxşı oxunar, amma mən getməliyəm. Sağ olun, sağ qalın. Allaha min mərtəbə şükür olsun ki, bu günləri, bu şansı, bu imkanı mənə yaratdı ki, Türk dünyasının yaratdığı dil və uyğarlıq mədəniyyətlərindən ya uyğarlıqlarından bu iki dənədən iki dənə ayrı-ayrı kitablarla iki müxtəlif qonuda tanış olam. Umaram ki, Allah ömür verirsə versin və